Digər mühüm bir məqam da məhz uşaqların rifahı ilə bağlıdır. Bilirəm ki, sizinlə bu barədə çoxlu söhbətlərimiz olub. Siz burada olmusunuz. Son günlər ərzində öz təcrübələrinizi qazanmısınız. Bu barədə biraz danışdınız, amma məncə mövzunun biraz daha dərinliyinə enmək maraqlı olardı. Uşaqlarla ünsiyyətinizi necə dəyərləndirirsiniz? Eyni zamanda uşaqların burada böyümə tərzini müşahidə etmək sizdə hansı təəssüratlar yaradır? Hesab edirəm ki, uşaqlar çox gözəl bir uşaqlıq dövrü keçirirlər. Onların sərbəst şəkildə hərəkət edə bilmələrinə baxıram. Bu sanki 1970-ci illərin o qonşuluq mühitinin hələ də yaşadığı ən yaxşı vaxtlarını xatırladır. Uşaqlar şübhəsiz ki, valideynlərini tanıyır və onlarla birlikdə yaşayırlar. Onların valideynlərinə bağlılığına dair heç bir şübhə yoxdur. Lakin uşaqlar həm də bilirlər ki, icmadakı digər yetkinlərə də etibar edə bilərlər. Bəzi uşaqlar mənə qarşı çox səmimi olublar. Dəhlizdə məni qucaqlayıblar və bu kimi digər hallar. Bir neçə uşağı elə bir səviyyədə tanımışam ki, sanki onları bir fərd kimi həqiqətən dərindən kəşf etmişəm. Bax, orada Nirvana var. Sadəcə möhtəşəmdir. Düşünürəm ki, uşaqların çox müsbət bir uşaqlığı var. Onlar burada dəstəklənirlər. Təhlükəsizlik xidməti onların mühafizəsi üçün buradadır. Hesab edirəm ki, insanların bir şeyi bilməsi çox vacibdir. Siz hər hansı bir yetkinlə xoşagəlməz hadisələrin yaşanmaması üçün artıq qabaqlayıcı tədbirlər görürsünüz. Mən bu icmada belə problemlərin olduğunu düşünmürəm. Lakin siz uşaqların təkbaşına xoşagəlməz bir vəziyyətlə qarşılaşa biləcəyi yerlərə aparılmaması üçün proaktiv addımlar atırsınız. Ümumiyyətlə, insan cəmiyyətində mövcud olan bu növ risklərdən kifayət qədər xəbərdarsınız. Keçən gün iki balaca qızın market arabası ilə oynadığını gördüm. Onu binanın divarına çırpırdılar. Elə görünürdü ki, aman Allah, indicə onlardan biri yıxılacaq. Mühafizəçi onlara yaxınlaşıb dedi: "Sürücülük vəsiqəniz haradadır? Əgər vəsiqəniz yoxdursa, o market arabasından düşün. Onu sürə bilməzsiniz." Möhtəşəm bir yanaşma idi. Uşaqları yerə endirdi. Onlar da sevinclə qaçıb getdilər. Uşaqdırlar da xoşbəxtdirlər. Orada vəziyyətə nəzarət edən, uşaqları izləyən insanlar var. Amma eyni zamanda uşaqların bir-biri ilə ünsiyyət qurmaq azadlığı da var ki, bu da məncə çox müsbət bir haldır. Yəni, həqiqətən zövqvericidir. Və daha bir şey qeyd etmək istəyirəm. Çünki bu barədə düşünürdüm. Gəlin hər şeyi açıq danışaq. Bir neçə gün əvvəl The Guardian qəzetində belə bir məqalə dərc olundu. Həmin məqalədə vurğulanan məqamlardan biri də sizin hasarınızla bağlı narahatlıqdır. Bu hasarla bağlı nəzərə alınmalı iki məqamı demək istəyirəm. Bu hasar və darvaza siz bura gəlməzdən əvvəl də var idi. Bu mənada hasar və darvaza binanın tarixinə aiddir. Siz hasarı dəyişdirmək istəyəndə yerli rayonlaşdırma idarəsinin rəsmiləri ilə çətinliklərlə qarşılaşdınız. Amma hasarı söküb götürmək istəsəydiniz belə, böyük ehtimalla yenə həmin idarənin müqaviməti ilə üzləşəcəktiniz. Yəni, hər iki halda çıxılmaz vəziyyətdir. Ortada bir hasar var və bəzi insanlar deyir ki, orada hasar var, bizim bundan xoşumuz gəlmir. Amma o hasarı siz çəkməmisiniz. Əgər onu söküb çıxarmağa çalışsaydınız, bu dəfə də kimsə deyəcəkdi ki, hasarı sökməyin. Yəni, bu hasar bir zərurətdir. Çünki mülkün bir hissəsidir. Lakin digər nəzərə alınmalı məqam budur ki, burada nəzarət altında olan, amma hər addımı izlənilməyən, mikro idarə olunmayan 30-a yaxın uşaq sərbəst qaçıb oynaya bilir. Əgər hansısa bir darvaza olmasaydı, uşaqlar gəlin parka gedək, anama deməsək də olar, deyib çıxıb gedərdilər. Məsələn, iki uşaq deyə bilərdi ki, gəlin velosipedlə yanacaq doldurma məntəqəsinə gedib konfet alaq. Başqa sözlə, hasarın olması və orada sadəcə azyaşlıların azıb getməməsinə nəzarət edən mühafizəçinin dayanması o deməkdir ki, bu uşaqların dostluq etmək, bir-birinə bağlanmaq və müstəqil olmaq üçün çox böyük bir ərazisi var. Onlar çölə də çıxırlar, kitabxana günlərinə gedirlər. Valideynləri ilə gəzintiyə çıxırlar. Bəzən onlarla səyahət edirlər. Yəni, bura onların içəri kilidləndiyi bir yer deyil. Axı, uşaq bağçalarının da darvazaları olur və o darvazalara nəzarət edən insanlar olur. Qızımın 2 yaşı olanda bir gün mən işə hazırlaşırdım. O isə sadəcə evdən çıxıb gedib maşına əyləşmişdi. Bir də baxdım ki, Anika haradadır? Çölə çıxanda gördüm ki, o maşındadır. Amma bir polis zabiti də öz maşınında onun evdən çıxdığını müşahidə edirmiş. O an anladım ki, polisin orada olması nə qədər yaxşı oldu. Onu bircə saniyəlik gözdən qoymuşdum və o küçə boyunca uzaqlara gedə bilərdi. Baxın, biz bu uşaqların təhlükəsiz olduğundan, işlək yola çıxmadıqlarından əmin olmaq istəyirik. Deməyiniz çox təbiidir. Məncə bu hasar kimsəni təcrid etmək və ya bura kilidləmək üçün deyil. Hasarın həm sizi narahat edənlərdən qorumaq üçün, həm də
Biz balaca uşaqların səkidə tək başına gəzməsini istəmirik. Demək üçün orada olması valideynlərə güvən verir. Onlar uşağın pəncərənin önündə oynayır. Hər şey qaydasındadır deyə bilirlər. Əks halda uşağın pəncərənin önündə oynayır, amma qorxuram ki, mülkün öz tərəfinə çıxıb gedər deyə narahat olardılar. Doğrudur. Əlbəttə, sözsüz ki, belə edərdilər. Tamamilə razıyam. Hesab edirəm ki, bu çox məntiqli bir vəziyyətdir. Siz bunu çox yaxşı izah etdiniz. İnsanların bunu bu cür başa düşməməsi çox təəssüf doğurur.